körpü nəşriyyatından testlərin izahını verəcəm. Birinci testdən başlayaq. Təsvir olunmuş ifadənin qiymətini hesablayın. Baxaq. 103-ü 8-ə vurub, 8-i 100-ə vursaq 800, 8-i 3-ə vursaq 24. 800-ün üzərinə 24 gələndə 824 edir. Və ya alt-alta vurmaqla yaza bilərsiniz. 103-ü 8-ə vura bilərsiniz. 8 dəfə 3-ün 24, 4 yazırıq 2 yadda. 8-i 0-a vursaq 0, 2 də yadda 2, 8 dəfə 1-in 8, 824 edər. Xədicənin daxilində 25 dənə 5 manat çıxdı. Xədicə neçə manat pul yığmışdı? Baxın əziz şagirdlər. Xədicənin daxilından 25 dənə 5 manatlıq çıxıbsa, biz 25-i 5-ə vurmaqla 125 edir, alt-alta vuraq. 25-i vururuq 5-ə. 5 dəfə 5-in 25, 5 yazırıq 2 yadda. 5 dəfə 2-nin 10, 2 də yadda 12. Xədicənin neçə manat pulu var imiş daxilında? 125 manat pulu var imiş. Vurma əməlində B hərfinin yerinə hansı rəqəm yazılmalıdır? Baxaq. 216-nı 4-ə vursaq, 216 vuraq 4. 4 dəfə 6-nın 24, 4 yazırıq 2 yadda, 4 dəfə 1-in 4, 2 yadda 6, 4 dəfə 2-nin 8, 864. Baxın, B-nin yerində 6 edir, A-nın yerində 4 edir. Bizdən soruşur ki, B-nin yerində hansı rəqəm yazılmalıdır? 6 yazılmalıdır. 24 qoyun, 15 toyuq, 3 atın cəmi neçə ayağı var? Baxın, əziz şagirdlər, 24 qoyunun neçə ayağı var? Bir qoyunun 4 ayağı olduğuna görə 24 qoyunun 24-ü vurursunuz 4-ə. 4 dəfə 4-ün 16, 6 yazırıq. 1 yadda, 4 dəfə 2-nin 8, 1 də yadda 9. 24 qoyunun 96 ayağı olur. 15 toyuğun neçə ayağı var? 15-i vururuq 2-yə. Niyə görə 2-yə vurduq? Çünki bir toyuğun 2 ayağı varsa, 15 toyuğun 2 dəfə 5-in 10, 0 yazırıq. 1 yadda, 2 dəfə 1-in 2, 1 də yadda 3. 15 toyuğun 30 ayağı olar. 3 atın cəmi neçə ayağı olar? Bir atın 2 ayağı, 4 ayağı varsa, 3 atın 3 dəfə 4-ün 12 ayağı var. Və bunları toplayırıq. 96 üstə gələk 30, üstə gələk 12. Edəcək 8, burada edir 13. 138. Cəmi neçə ayaq olacaq? 138 ayağı olacaq. Doğru cavab olur C bəndi. Baxaq növbəti suala. 125 ədədini bir rəqəmli hansı ədədə vurduqda hasil 500 edir? 125-i neçəyə vursaq hasilimiz 500 edər? 2-yə, 3-ə, 2-yə, 4-ə yoxsa 5-ə? 2-yə vursaq 250 edir. 5-ə vursaq 625 edir. 4-ə vursaq, baxın, 125-i 4-ə vursaq, 4 dəfə 2-nin, 4 dəfə 5-in 20, 0 yazırıq 2 yadda, 4 dəfə 2-nin 8, 2 də yadda 10, 0 yazırıq 1 yadda, 4 dəfə 1-in 4, 1 də yadda 5, 500 edir. Neçəyə vursaq? 4-ə vursaq. Baxaq növbəti testimizə. Rəqəmləri müxtəlif olan və rəqəmləri cəmi 5 olan ən böyük rəqəmli ədədlə 2-nin hasilini tapın. Baxın, rəqəmləri müxtəlif olan və rəqəmlərinin cəmi 5 olan ən böyük 3 rəqəmli ədəd. 3 rəqəmli ədəd olsun, rəqəmləri müxtəlif olsun. Bura 0 yazsaq, bura 1 yazsaq, rəqəmlərin cəmi 5 olmalıdır. Burada 4 yaza bilərik. Bu edəcək 410. Baxın, rəqəmləri müxtəlif, rəqəmlərin cəmi 5 olan ən böyük 3 rəqəmli ədədin 2 mislini soruşur bizdən. Və bunu 2-yə vururuq. 410-u 2-yə vursaq, edəcək 820. Vuraq 2. 2 dəfə 0-ın 0, 2 dəfə 1-in 2, 2 dəfə 4-ün 8. Edəcək 820. Doğru cavab olur A bəndi. Əməlləri yerinə yetirin və doğru cavabı qeyd edin. Gəlin baxaq. İlk öncə nə edirik? Burada 145-i 3-ə vururuq. 145-i 3-ə vursaq, 3 dəfə 5-in 15,
5 yazırıq bir yadda. 3 dəfə 4-ün 12, bir də yadda 13. 3 yazırıq bir yadda. 3 dəfə 1-in 3, bir də yadda 4. Sonra nə edirik? Artıq ardıcıl əməl oldu. Nə edirik? 900-dən çıxırıq 435-i. Üzərinə gəlirik 150-ni. 900-dən 435 çıxsaq neçəsi qalır? Burada qalacaq 465. Alt-alta çıxa bilərsiniz. 900 çıxaq 435. Və bura deyəcək 10, 9, 1-in ayranı. Burada qalır 8. Ondan 5 çıxsaq 5-i, 9-dan 3 çıxsaq 6-sı, 8-dən 4 çıxsaq 4-ü. 465. 465-in də üzərinə baxın. Bura 465 etdi. 465-in də üzərinə 150-ni gələ bilərsiniz. Bu da edəcək 615. 465-in üzərinə 150 gələ bilərsiniz. 5-in üzərinə 0 gəlsək 5. 6-ın üzərinə 5 gəlsək 11. 1 yazırıq bir yadda. 4-ün üzərinə 1 gəlsək 5. Bir də yadda 6. Edir 615. Doğru cavab olur C bəndi. Növbəti sualımıza baxaq. Qənimətlər parkına giriş üçün bilet uşaqlar üçün 2 manat, böyüklər üçün 3 manatdır. Gün ərzində 280 uşaq, 145 böyük parka giriş etmişsə, gün ərzində neçə manatlıq bilet satılmışdır? Məsələni diqqətlə oxuyuruq. Baxın, əziz şagirdlər, uşaqlar üçün biletin qiyməti 2 manatdır. Bir biletin qiyməti 2 manatdırsa, uşaqlar üçün 280 uşaq parka giriş etmişsə, 280 uşaq nə qədər ödəniş etmişdi? 280 uşaq üçün ödəniş edəcək. Bir şagird, bir uşaq üçün 2 manatdırsa, 280 uşaq üçün 280-i vururuq 2-yə. 0, 2 dəfə 8, 16, 6 yazırıq. Bir yadda, 2 dəfə 2, 4, bir də yadda 5. 560. 560 manat uşaqların biletindən əldə olunubdur. 145 böyük parka giriş etmişsə, böyüklər üçün biletin qiyməti gördük ki 3 manatdır. 3 manat. 145-i vururuq 3-ə. 145 vuraq 3. 3 dəfə 5-in 15, 5 yazırıq bir yadda. 3 dəfə 4-ün 12, bir də yadda 13, 3 yazırıq bir yadda. 3 dəfə 1-in 3, bir də yadda 4. 435 manat da böyüklərin biletindən əldə olunmuşdur. 560-ın üzərinə 435-i gəlirik. 5, 9, 9, 995. Cəmi nə qədər əldə olunmuşdur? Cəmi 995 manat əldə olunmuşdur. Doğru cavab olur B variantı. Seymurun aldığı 3 kitabdan birincisində 46 səhifə, ikincisində bundan 2 dəfə çox. Digərində isə ikincidən 3 dəfə çox səhifə var. Bu 3 kitabın cəmi neçə səhifəsi var? Baxın, əziz şagirdlər. Seymurun aldığı 3 kitabdan, Seymur neçə dənə kitab alıb? 3 dənə. Bu cür məsələlərdə belə yaza bilərsiniz. 3 kitabdan söhbət getdiyi üçün 1, 2, 3 yazırsınız. Birincisində 46 səhifə var. Bura yazırsınız 46. İkincisində bundan 2 dəfə çox. Yəni ikincisində 46-dan 2 dəfə çox. 46-dan 2 dəfə çox nə deməkdir? 46-nı vururuq 2-yə. Edir 92. İkincisində oldu 92 səhifə. Deyir ki, digərində isə ikincidən 3 dəfə çox səhifə var. Bu kitabın cəmi neçə səhifəsi var? Üçüncüdə isə ikincidən 3 dəfə çox. 92-dən 3 dəfə çox. 92-dən 3 dəfə çox neçə edəcək? 276. Aha. Bizdən soruşur ki, bu 3 kitabın cəmi neçə səhifəsi var? Cəmi neçə səhifəsi olduğunu tapmaq üçün birinci kitabın 46, ikinci kitabın 92, üçüncü kitabın 276 səhifəsi var. Cəmi neçə səhifə olduğunu tapmaq üçün bunları toplaya bilərik. Bura 0 əlavə isə, bura deyəcək 6.
6'nın üzərinə 2 gəlsək, 8 üzərinə 7 gəlsək, 15, 5 yazırıq bir yadda. 6'nın üzərinə burada səhv yazdım mən. Alt-alta düzgün yazmadım. 92'nin üzərinə gəlirik 276'nı. 10'da üzərinə gəlirik 46'nı. 6'nın üzərinə 6 gəlsək, 12 üzərinə 2 gəlsək, 14, 4 yazırıq bir yadda. 9'un üzərinə 7 gəlsək, 16 üzərinə 4 gəlsək, 20, bir də yadda 21, 1 yazırıq 2 yadda, 2, 2 də yadda 4. Cəmi neçə səhifəsi oldu? Cəmi 414 səhifəsi olmuş olar. Doğru cavab olur A bəndi. A4, B3 olarsa ifadənin qiymətini tapın. A4'dür. B də 3'dür. Dəyişən olan ifadədir. A 4'dür. B də 3'dür. Yerinə qoyub yaza bilərik. A4, B3. Aha. Bu zaman nə yazırıq? Necə yazırıq əziz şagirdlər? 198'i vururuq 4'ə. 4 dəfə 8'in 32, 2 yazırıq 3 yadda. 4 dəfə 9'un 36, 3 də yadda. 39, 9 yazırıq 3 yadda. 4 dəfə 1'in 4, 3 də yadda 7. Baxın, 4'ü 198'e vurub neçə aldıq? 792. Üstə gələk deyil, çıxaqdır. Çıxaq. B-nin qiyməti 3'dür. 205'i 3'ə vururuq. 205'i vururuq 3'ə. 3 dəfə 5'in 15, 5 yazırıq 1 yadda. 3'ü 0'a vursaq 0. 1 də yadda 1. 3 dəfə 2'nin 6. 615. 792'dən 615 çıxırıq. 12'dən 5 çıxsaq qalır 7. 8'dən 1 çıxsaq 6. 9'un 1 getmişdi. Burada 8 qalmışdı. 7'dən də 6 çıxsaq 1. Qalır 167. Burada nəsə səhvə yol verdim. Yəqin ki. Burada 8 qalıb. 8'dən 1 çıxanda 7'si qalır. 177. Doğru cavab olur C bəndi. Aha. Davam edək. Növbəti səhifəmizə baxaq. Növbəti səhifəmiz səhifə 26. Bu ədədlərdən neçəsi 6'ya tam bölünür? Əziz şagirdlər. Yadda saxlayın ki, bir ədəd 2'yə bölünürsə, eyni zamanda 3'ə də bölünürsə, həmin ədəd 6'ya bölünür. Baxın, 24 2'yə də bölünür, 3'ə də bölünür. Demək ki, 6'ya da bölünəcək. 32 2'yə bölünsə də 3'ə bölünmür, 6'ya da bölünməyəcək. 48 2'yə də 3'ə də bölündüyü üçün 6'ya da bölünəcək. 16 2'yə bölünür, amma 3'ə bölünmür. 3'ə bölmənin əlamətlərini yadımıza sala bilərik. Rəqəmlərinin cəmi 3'ə bölünən ədədlər 3'ə bölünür. Baxın, 16'nın rəqəmlərinin cəmi 7'dir. 7 də 3'ə bölünmür. Bir ədəd 2'yə bölünür, 3'ə bölünmürsə, həmin ədəd 6'ya bölünmür. 50 2'ye bölünür, 3'ə bölünmür, 6'ya bölünməyəcək. 60 2'ye də bölünür, 3'ə də bölünür. Ona görə 6'ya da bölünəcək. 38 2'ye bölünsə də 3'ə bölünmür. 88'in rəqəmlərinin cəmi 16'dır. 16 3'ə bölünmür, 6'ya bölünməyəcək. 96 2'ye də bölünür, 3'ə də bölünür, 6'ya da bölünəcək. 54 2'ye bölünür, eyni zamanda 3'ə də bölünür. Çünki rəqəmlərin cəmi 9'dur. Ona görə 6'ya da bölünəcək. Neçəsi 6'ya bölünəcək? 5'i. Doğru cavab olur B bəndi. Evdar təsvirlərdəki almaları 5-5 qruplaşdırsa, neçə alma artıq qalar? Gəlin 5-5 qruplaşdıraq, görək neçə alma artıq qalacaq. 5-5 qruplaşdırsaq 5, 5, bu da 5, sonra bu da 5. Neçəsi kənarda qaldı? 4 alma kənarda qalmış olar. Doğru cavab olur A bəndi. Olarsa x plus y-in cəmini tapın. Baxaq. Bölünəni tapmaq üçün biz nə edirik? Bölmənin komponenti var. Bölünən bölən qismət. Bölünəni tapmaq üçün qisməti bölənə vururuq.
Normal halda. Qalıq varsa üzərinə qalığı gəlirik. 8-i 5-ə vursaq, bax 8-i vuruq 5-ə, üzərinə gəlirik 7-ni. Edəcək 47. Burada 6-nı vuruq 3-ə, üzərinə gəlirik 1. Edəcək 19. Bizdən nə soruşur? X 47-dir, Y də 19. X plus Y soruşur. 47-nin də üzərinə 19 gəlsək, edəcək 6 yazırıq. 1 yadda 4-ün üzərinə 1 gəlsək 5, 1 yadda 6. Edir 66. Doğru cavab olur B bəndi. Davam edək. Don tikmək üçün 3 metr parça istifadə olunur. Topda 47 metr parça olarsa, dərzi ən çox neçə don tikə bilər və topda neçə metr parça qalır? Baxın, bir donu tikmək üçün bizə neçə metr parça lazımdır? 3 metr parça lazımdır. Bizim 47 metr parçamız varsa, 47 metr parçadan 3 metr olmaqla neçə dənə don tikə bilərik? 47-ni 3-ə bölsək, düşəcək 15. Qalıq da qalır 2. 15 dənə don tikə bilərik. 2 dənə də 2 metr parça da artıq qala bilər. Çətinlik çəkənlər alt-alta bölə bilərlər. 47-ni bölürük 3-ə. 4-ün içində 3 bir dəfə üçün 3. 4-dən 3 çıxsaq 1-i 7-ni düşürdürüb 1-in yanına. 17-nin içində 3 5 dəfə. 5 dəfə üçün 15. Çıxırıq, burada qalır ki, bu 2 də bizim qalığımızdır. Yəni 3 metr olmaqla bir dona 3 metr parça gedirsə, biz 15 dənə don tikə bilərik. 2 metr parça da kənarda qalar. Bir bölmə əməlində bölən 8 olarsa, ən böyük qalıq neçədir? Yadınızda qalsın. Ən böyük qalıq hər zaman böləndən bir vahid kiçik olur. Ən böyük qalıq hər zaman böləndən bir vahid kiçik olur. Bu qaydanı yadınızda saxlayın. Bir bölmə əməlində bölən 8-dirsə, ən böyük qalığımız 7 olacaq. Ən kiçik qalıq desə, ən kiçik qalığımız 1 olur. Ümumiyyətlə, bölən 8 olarsa, qalığımız 1, 2, 3, 4, 5, 6, 7 ola bilər. Ən böyük qalıq 7, ən kiçik qalıq 1 olur. Şəkildəki fiquru 4-4 hissələrə ayırsaq, neçə kvadrat artıq qalar? Baxaq, 4-4 hissələrə ayıraq. 4-4 ayırsaq hissələrə 4, 4, burada da 4, sonra başqa necə qruplaşdıraq? 4-4 olsun. Belə qruplaşdıra bilərik. 4. Bunu da belə 4 götürsək, neçə dənəsi artıq qalar? Bir dənəsi artıq qalmış olur. Baxın, yenidən daha səliqəli formada göstərim. Başqa formada da göstərə bilərəm. Baxın, 4-4 ayırsaq, 4-4. Görürsünüz, bunun içində 4'ü qaldı. Düzdürmü? Bunu götürsək 4-4. 4'ü. Sonra bunları götürək. Belə. 1, 2, 3, 4. Bunu götürək 4. Bunları götürsək 4. Bir dənə bax, bu artıq qalır. Bir dənəsi artıq qalar. Doğru cavab olur A bəndi. Şəkildəki fiquru 4-4 hissələrə ayırsaq neçə kvadrat artıq qalar? Ümidvaram ki, neysə, səhv etmədim. Diqqətimdən yayınmadı. Doğru cavab olur A bəndi. Baxaq, nöqtələrin yerinə hansı ədədlər yazılmalıdır? Nöqtələrin yerinə hansı ədədlər yazılmalıdır? Baxaq. 8 dəfə 7-nin 8-i vuruq 7-yə. Üzərinə də gəlirik qalığımızı 5-i. Çünki bölünən axtarıq. 8 dəfə 7-nin 56. Üzərinə də 5 gələndə edir 61. Nöqtələrin yerinə hansı ədəd yazılmalıdır? Burada yazıla bilər. Qalıq olmasaydı, buradan baxın. Bura yazırıq 61.
8 dəfə 7-nin 56. Buradan 56-nı çıxırıq. Qalır 5. B bəndi. Doğru cavab olur B bəndi. Bir bölmə əməlində qismət 11, bölən 7, qalıq 4 olarsa, bölünəni tapın. Bölünəni tapın deyir. Baxın, əziz şagirdlər, bir dənə bölmə əməlidir. Bir dənə bölmə əməli. Tutaq ki, bölünən bilmirik nədir, götürürük A. Bölən 7-dir. Qismət 11-dir. Qalıq da 4-dür. Bölünəni tapın deyir. Bölünəni necə tapırıq? 11-i vururuq 7-yə, üzərinə gəlirik qalığı. 11-i 7-yə vursaq 77, üzərinə də 4 gəlsək, edir 81. Doğru cavab olur C bəndi. Baxaq növbəti misalımıza. Ədədlər verilib. A qövsümünə 2-yə qalqısız, B qalqısız bölünən ədədləri, B qövsünə 3-ə qalqısız bölünən ədədləri, C qövsünə isə 2-yə və 3-ə qalqısız bölünən ədədləri yazın. Yazaq. Baxın. 2-yə bölünən ədədləri A-ya yazırıq. 20 2-yə bölünür, düzdürmü? 20-ni yazırıq bura. Amma 3-ə bölünmür. 2-yə də 3-ə də bölünənləri ortaya yazırıq. 47 ümumiyyətlə nə 2-yə bölünür, nə də 3-ə bölünür. 15 yalnız 3-ə bölünür, 2-yə bölünmür. Bütün tək ədədlər 2-yə bölünəndə qalıq 1 qalır. 24 2-yə də bölünür, 3-ə də bölünür. Ona görə də hara yazırıq? Ortaya. Sonra 63 36. 63 ancaq 3-ə bölünür. 36 isə 2-yə də bölünür, 3-ə də bölünür. 2-yə bölünsə 18, 3-ə bölünsə 12 düşür. 40 yalnız 2-yə bölünür. Burada 79 var. 79 nə 2-yə bölünür, nə də 3-ə. 96 2-yə də bölünür, 3-ə də bölünür. Ona görə də ortaya yazırıq 96-nı. Davam edək. $24-dən sonra gələn ardıcıl 2 tək ədədin cəminin 9-a bölünməsindən alınan qalığı tapın. 24-dən sonra gələn ardıcıl 2 tək ədədin cəminin 9-a bölünməsindən alınan qalıq. 24-dən sonra gələn ardıcıl tək ədədlər 25-dir. Bir də 27-dir. Bunların cəmi 5-in üzərinə 7 gəlsə 12, 2 yazırıq 1 yadda, 2-nin üzərinə 2 gəlsək 4, bir də yadda 5. Edir 52. Deyir 24-dən sonra gələn ardıcıl tək ədədlərin cəmi tapdıq ki 52-dir. Cəminin 9-a bölünməsindən alınan qalıq. 52-ni 9-a bölsək, 52-ni bölsək 9-a düşür 5-i. 5 dəfə 9-un 45. Qalıq da qalır 7. 45-in üzərinə 7 gəlsə 52-dir. Doğru cavab olur B bəndi. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.